Salam əziz şagirdlərimiz, xoş gördük sizləri. Bugün sizlərlə Zə Nəşriyyatı 3-cü sinif riyaziyyat kitabından yeni bir mövzumuz üç rəqəmli ədədlərin çıxılması, yüzlüyün ayrılması mövzumuzu izah edəcəyəm və yeni testlər işləyəcək. Əvvəl baxaq qaydamıza. 3 rəqəmli ədədlərin fərqini taparkən azalanın onluqlarını çıxılanın onluqlarından kiçik ola bilər. Bu halda azalanın yüzlüklərindən bir yüzlük ayırıb 10 onluq kimi çıxılanın onluqlarına əlavə edilir. Məsələn, 326 çıxılır 132. Belə ki, təklikləri çıxırıq. Onluqların mərtəbəsindəki 2 onluq 3 onluqdan kiçik olduğu üçün yüzlüklərdən bir onluq alırıq və onluq kimi 2 onluğun üzərinə əlavə edirik. 12-dən 3 çıxdıqda 9 edir. 3 yüzlükdən birini götürdüyümüz üçün yerdə qalan 2 yüzlükdən bir yüzlük çıxırıq. Demək ki, 326-dan 132 çıxırıq. Cavabımız olur 194. İndi isə baxaq çalışmamıza. Çıxma əməllərini həll edin. Baxaq uşaqlar, 654 çıxılır 362. 4-dən 2 çıxsaq neçə qalar? 2. 5-dən 6 çıxmaq olmur. 15-dən 6 çıxsaq 9. Burada neçə qaldı? 5. 5-dən 3 çıxsaq 2. 292. 548 çıxılır 286. 8-dən 6 çıxırıq 2. 4-dən 8 çıxmaq olmur. 14-dən 8 çıxırıq 6. 4-dən də 2 çıxırıq 2. Baxırıq bura 555 çıxılır 382. 5-dən 2 çıxırıq 3 qalır. 15-dən 8 çıxırıq 7 qalır. Burada 4 qaldı. 4-dən də 3 çıxırıq 1. 173. 738 çıxaq 471. 5. 8-dən 5 çıxırıq 3 qalır. 3-dən çıxmaq olmur. 13-dən 7 çıxırıq 6. 6-dan da 4 çıxırıq 2. 263. Baxaq bura. 509 çıxaq 265. 9-dan 5 çıxırıq 4. 0-dan çıxmaq olmur. 1-i veririk. 10-dan 6 çıxırıq 4 qalır. 4-dən də 2 çıxırıq 2 qalır. 6-dan 4 çıxırıq 2. 13-dən 6 çıxırıq 7. 4-dən 2 çıxırıq 2. 272. 3-dən 2 çıxırıq 1 qalır. 10-dan 5 çıxırıq 5 qalır. 6-dan 4 çıxırıq 2. 251. 8-dən 6 çıxırıq 2 qalır. 12-dən 6 çıxırıq 6 qalır. 5-dən 3 çıxırıq 2 qalır. 262. İndi isə baxırıq çalışma 2-yə. Baxaq uşaqlar. Modellə verilmiş çıxma əməllərini hesablayın. Gəlin baxaq. 1, 4, 9. Çıxaq 82. Bərabərdir. 9-dan 2 çıxsaq 7. 14-dən 8 çıxsaq 6. 67. İndi baxırıq bura. 865 çıxaq 372. 3, 9, 4. 493. 448 çıxaq 264. 4, 8, 1. 184. 356 çıxaq 184. Cavabımız olur 2, 7, 1. 172. İndi isə baxaq testlərimizə. Artıq test 12-dəyik. Baxaq uşaqlar. Rəqəmlərin cəmi 15 olan ən böyük 3 rəqəmli ədədlə 58 onluqdan ibarət olan ədədin fərqi neçədir? Rəqəmlərinin cəmi 15-dir. Neçə götürə bilərik? 960 götürə bilərik. 58 onluq deyirsə 580 götürürük. Çıxsaq neçə qalır? 380. Cavabımız olur B bəndi. 380. Keçirik ikinci sualımıza. Çıxma əməlində fərq 521, azalan 708 olarsa çıxılanı tapın. Nə edirik? Biz də 708-dən 521-i çıxırıq. Cavabımız neçə olur? 187. Sonra bizdən nə istəyir? Verilmiş misalın cavabını onluqlar mərtəbəsinə qədər yuvarlaqlaşdırsaq, hansı ədəd alınır? Təklik onluq. Cavabımız olur 190.
A bəndi. Keçirik 3-cü sualımıza. Baxaq uşaqlar, müqayisəsini ödəyən ən böyük ədədlə 41 ədədinin 2 qatının fərqi neçədir? Əvvəl nə edirik? 428-dən çıxırıq 263. Cavabımız neçə olur? 165. Bizə nə deyir? Ödəyən neçə ola bilər? 164. 165-dən kiçikdir. 41-in də 2 qatı neçə olur? 82 olur. 164-dən də 82 çıxsaq, cavabımız olur 82. B bəndi. Keçirik 4-cü sualımıza. Baxaq uşaqlar 4-cü sualımıza. Aşağıdakı çıxma əməllərindən hansında fərq çıxılandan böyükdür? Baxaq uşaqlar, fərq çıxılandan böyükdür deyir. 768 çıxılır 486. Cavab neçə olar? 282. 453 çıxılır 161. Cavab olur 292. Demək cavabımız hansıdır? Fərq çıxılandan böyükdür. 161. 292 çıxılandan böyükdür. Demək cavabımız hansı oldu? C bəndi oldu. İndi isə baxırıq 5-ci sualımıza. 5-ci sualımızda bu çıxma əməlində azalan 835, çıxılan isə 372-dir. Fərqin 420 olması üçün aşağıdakı əməllərdən hansını etməliyik? Əvvəl biz nə edirik uşaqlar? 835-dən 372-ni çıxırıq. Cavabımız neçə olur? 463. Bizə də neçə lazımdır? 420. 463-dən 420 çıxsaq neçə qalır? 43. Bizə nə deyir? 43 qalır. Bir dəqiqə yazım. 43 qalır. Bizə nə deyir? Çıxılanı 43 vahid azaltmalıyıq. Ondan sonra B bəndində azalanı 40 vahid azaltmalıyıq. C bəndində çıxılanı 40 vahid artırmalıyıq. D bəndində fərqi 48 vahid artırmalıyıq. Bizə 48-lər 40-48 lazım deyil. 43-də A-da deyir çıxılanı 43 vahid azaltmalıyıq. C-də deyir çıxılanı 43 vahid artırmalıyıq. Əlbəttə ki, nə etməliyik? 43 vahid artırmalıyıq. Keçirik 6-cı sualımıza. Baxaq uşaqlar 6-cı sualımıza. Modellə verilmiş çıxma əməlinin nəticəsini ən böyük 2 rəqəmli ədəddən 6 vahid az olan ədəd qədər azaldın və fərqi tapın. Baxaq uşaqlar, əvvəl nə edirik? Modeli tapırıq. 347 çıxırıq 163. Cavabımız neçə olur? 184 olur. 184-dən nə edirik? 2 rəqəmli ədəddən 6 vahid az olan ədəd qədər azaldın və fərqi tapın. Ən böyüyü 2 rəqəmli ədəddən 6 vahid az olsa 99-dan 6 vahid neçə olur? 93 olur. 184-dən də 93 çıxsaq neçə qalır? Cavabımız olur 91. B bəndi. Keçirik 7-ci sualımıza. Baxaq uşaqlar, 365 və 284 ədədlərinin cəmi onların fərqindən nə qədər çoxdur? 365 nə edirik birinci? Cəmi 284-lə toplayırıq. Cavabımız neçə olur? 649. Sonra nə deyir? Onların fərqindən cəmini də toplayırıq. Fərqini də indi 65-dən çıxırıq. Neçə? 284. Neçə olur? 81. İndi 649-dan 81-i çıxırıq. Cavabımız neçə olur? 568. Demək cavabımız nədir? D bəndi 568. Keçirik 8-ci sualımıza. Baxaq uşaqlar. Modellə verilmiş çıxma əməlində A plus B plus C ifadəsinin qiyməti neçədir? Baxırıq. Əvvəl nə edirik? Toplayırıq. Neçədir? 637. Cavabımız neçədir? 1, 2, 4, 6, 8, 184-dür. 637-dən nə edirik? 184-ü çıxırıq. Cavabımız neçə olur? 453. Demək, burada neçədir? 453 çıxsaq, cavabımız olur 184. Eləmi? İndi nə edirik? 4-ün üstünə 5 gəldik, 5-in üstünə 3 gəldik. 4-ün üstünə 5 gəldik, 9, 9-un üstünə 3 gəldik, 12. Cavabımız neçə oldu? B bəndi 12. Keçirik 9-cu sualımıza. Baxaq uşaqlar. Cədvəldə
Çiçək mağazasında olan çiçəklərin sayı göstərilmişdir. Buna əsasən mağazada olan ən çox çiçəklə ən az çiçəyin fərqini tapın. Baxın, ən çox çiçəyimiz hansıdır? Lalə 539. Ən az çiçəyimiz zambaq 382. Nə edirik? Bunları 539 çıxırıq 382. Cavabımız neçə olur? 157 C bəndi. Keçirik 10-cu sualımıza. Baxaq uşaqlar, hansı çıxma əməlinin nəticəsi digərlərindən fərqlidir? Baxaq, 528 çıxılır 374. Cavabımız olur 154. 478 çıxaq 289. Cavabımız olur 194. 746 çıxaq 592. Cavabımız olur 154. 448 çıxaq 294. Cavabımız olur 154 olur. İndi nə deyir bizdə? Nəticəsində çıxma əməlinin nəticəsi digərlərindən fərqlidir. Hansı fərqlidir? B bəndi fərqlidir. 194. Qalanları neçədir? 154-dür. Keçirik 11-ci sualımıza. Baxaq uşaqlar 11-ci sualımıza. Bostandan birinci gün 527, ikinci gün isə bundan 355 kilogram az kartof yığıldı. Bostanın ikinci günü nə qədər kartof yığıldı? Nə edirik? 527 çıxırıq 355. Nə oldu? 172. Demək, ikinci gün nə qədər kartof yığıldı? 172. B bəndi. Keçirik 12-ci, sonuncu sualımıza. Baxaq uşaqlar. Müqayisəsini ödəyən ilk iki tək ədədin cəmi 827 ədədindən nə qədər kiçikdir? Əvvəl nə edirik? 438 çıxaq 163. Cavabımız olur 275. Sonra nə edirik? Müqayisəsini ödəməlidir. Ancaq nə deyir? Tək ədəd deyir bizə. Onda nə edirik? 277, 279. Toplasaq nə edər? 556. Sonra bizdən nə soruşur? 827 ədədindən nə qədər kiçikdir? 827 çıxaq 556. Cavabımız olur 271. C bəndi. Əziz dostlar, bu günlük bu qədər. Növbəti videolarda görüşərik. Sağ olun.